Deməli, Sumqayıtdan yanımıza bir müştərimiz yaxınlaşıb. Opel Astra H 1.4 mühərrikdir. Qardaş gileylənirdi ki, şlanklar çox şişir, maşında antifriz problemi yaranıb, antifriz azalır. Elə biz söktük, gördük ki, mühərrikin yağı dönüb olub skuşonka rəngi. Biz müəyyən elədik ki, qalovka proklatkası sıradan çıxıb, qalovkanın özündə əyrilik var. İndi sökürük, söktükcə sizə bir-bir göstərəcəyik. Sepi ideal vəziyyətdədir. Bir dənə sinə proklatkasını yenisi ilə əvəz eləyəcəyik. Bundan sonra əlavə yağ filtrini çıxartmışıq, görürsünüz nə vəziyyətdədir. Qalovka çıxdı, qalovkanın özündə əyrilik var, çürümə var, görürsünüz 4-cü silindr hissəsi çürüyübdür. İndi sökürük, qalovka gedəcək tokara getdi, qalovka yonuldu, yonulandan sonraki vəziyyətidir bu. Görürsünüz həmin o çürüyən hissəsi svarka ilə dolduruldu və yonuldu. Qalovka yığılır, artıq qalovka yığılır, qalovka qoyuldu. 3 list dəmir proklatka qoyuldu maşının üzərinə. Sep yaxşı vəziyyətdə idi. Bir dənə sinə proklatkasını yenisi ilə əvəzlədik. Artıq işin demək olar ki, 70%-dən çoxu gedib. Artıq hazırdır. Müştərinin də bu işlərə hardasa 600-700 manata yaxın bir xərci çıxdı. Belə.